Deməli, insan faktoru yenə olacaq da. İnsan faktoru olmadan bunu reallaşdırmaq hələ Пока нет. yoxdur. Пока нет. O yox. Hələ ki o səviyyəyə gəlib çatmamış, amma olacaq elə bir şeydir. Я думаю, что да. Amma Tariyel indi də gördüyünüz o işlər var süni intellektlə, səs deməli tənzimləmə, tembr. İstədiyinizə nail olursunuz. Yəni çox təbiidir, yoxsa ruh olaraq İbrahim də bayaq söylədi. Hələ o emosiyalar doğru düzgün deyil. Çünki mən bu yaxınlarda bir film izlədim öz dilimizdə, Azərbaycan dilində. Orada yenə o robot effektini hiss elədim. Yəni hələ ki bu hiss olunur. Təbiilik yoxdur. Tariyel, bu açım sənə bir dənə zəhmət olmasa. Bununla bağlı bizim söhbətimiz olmuşdu. Sual verdilər ki, sifarişçi sual verdi ki, süni intellekt bunu eləyə bilər. Həmin bir gün əvvəl mən bir film səsləndirmişdim, serial səsləndirmişdim. Orada Amerika aktyoru fərqli oynayırdı səhnəni. Səhnə kövrək bir səhnə idi, ağlamaqla bitirdi. Mənim səsim yüngül qaçırdı arada. Məni də kövrəltmişdi səhnə. Səsdə belə bir qırılmalar yaranırdı. O istər-istəməz həmin əhvala düşürsən deyə yaranır. Biz axıra kimi səsləndirdik. Sonra baxdıq ki, görək bu defekt deyil ki, qala bilər yoxsa yox, yenidən səsləndirmə. Mən baxdım ki, çox təbiidir, gözəldir, qala bilər. Amma bu Rövşənin yanaşması idi. Emin onu demək istəyir. Yəni həmin anda Emində başqa cür yanaşma ola bilərdi. Bəlkə həqiqətən lap ağlayan bir səsləndirəndə lap ağlayardı, fərqli bir məhsul çıxardı ortaya. Bunu süni intellekt nə dərəcədə eləyə bilər? Yəni mən onu oynamalıyam da, nəhayətdə mən bunu eləməliyəm axı. Ну, я так скажу, что на то это и искусственный интеллект, и он дойдет до того, чтобы и этому научиться тоже хорошо. Я могу сказать, что если, конечно, делать робот, там, машинописные тексты, сказать, что давай сыграй мне плач и эмоциональную сцену, конечно, он это не сделает. Но сейчас что работает? Если вместо Ровшана придет другой актер, не такой, может быть, не такой дорогой, как Ровшан, вот, может быть, в общем, ну, другой актер, и сыграет эту же сцену по-своему, а у меня будет качественная модель голоса Ровшана, то получится.